Həqiqətən dəhşətli. Bir dənə fikir verin. Adam bilmir əsəbdən gülsün, ya nə etsin. Şəhid Murtəza Mütəhhəri deməli kitablarının birində maraqlı bir məsələni qeyd edib. Yazır ki, bir gün dostlardan biri zəng edib dedi ki, ağa, mən çox təəccüblənirəm, çox qəribə bir əhvalat eşitmişəm. Ağa, bu Pakistanlı İqbal ki, siz onun üçün yubiley və xatirə məclisi keçirmisiniz. Deyirlər ki, o öz kitabında İmam Cəfər Sadiq əleyhissalama təhqir edib söyüş yazıb. Bəli, ciddi bir ittiham, töhmətdir. Murtəza Mütəhhəri deyir ki, dedim, bu nə sözlərdir? Həmin şəxs dedi ki, filan kitabın filan səhifəsinə baxın. Dedim, sən özün görmüsən? Həmin adam dedi ki, yox, çox möhtərəm bir ağa mənə dedi. Məsələnin bəlası çox möhtərəm bir ağa mənə dedi. Murtəza Mütəhhəri yazır ki, mən sarsıldım. Bəzi dostların, məsələn, İqbalın divanını əvvəldən axıra qədər oxumuş cənab Səidinin belə bir şey necə görmədiklərinə təəccüb etdim. Ona dedim, əvvəla söhbət tərifləməkdən deyil, mövzu kimi götürməkdən gedirdi. Biz İqbalı təntənəli şəkildə tərifləməmişik. İqbalı bir sıra İslami məqsədlər üçün mövzu olaraq seçmişdik. Əgər iştirak etməmisinizsə, nəşr olunan kitabında görəcəksiniz. Baxın mənim əzizlərim, bu adam zəng edib telefonda ittiham ardıncan deyib. Üstəlik də deyib ki, mən möhtərəm bir ağadan bunu eşitmişəm. İndi görün ki, bir araşdırmacı, təhqiqatçı, obyektiv bir alim məsələni necə həll etməlidir. Dərhal cənab Seyid Qulam Rıza Səyidi ilə əlaqə saxlayıb ondan soruşdum. O da təəccübləndi və dedi, yox ağa, mən oxumamışam, belə bir şey ola bilməz. Dedim, axı belə böyük yalan olmaz. Zəng edir, fikir verin, bu işin ixtisas sahibindən soruşur. 1-2 saat sonra o birdən yadına salıb gəldi və dedi, bildim məsələ nədir? Məsələ budur. Hindistanda 2 nəfər olub. Biri Cəfər adında, biri də Sadiq adında. İngilislər gəlib Hindistanı işğal etdikləri vaxt müsəlmanlar onlara qarşı qiyam qaldırdılar və bu 2 nəfər gedib ingilislərlə əlbir oldular. İslam hərəkatını arxadan xəncərləyib məhv etdilər. İqbal kitabında bu ikisini qınamışdır. Güman edirəm ki, hər kim səhv edibsə elə budur. Dedim, indi görərik. Mütəxəssisin belə sözü ilə kifayətlənmədi Şəhid Murtəza Mütəhhəri. Gedib kitabın şəxsən özünü tapıb, özü də baxır. Baxmayaraq ki, ixtisas sahibi deyir ki, güman edirəm belə olsun. Kifayət etmir. Gərək mən kitabdan şəxsən özüm oxuyub vaqif olmalıyam. Deyir ki, yazır ki, kitabı gətirdilər. Gördüm ki, bu ağaların dedikləri həmin səhifədə belə deyir. Dünyanın harasında bir xarabalıq, yəni pozğunluq varsa, orada ya bir Sadiq vardır, ya da bir Cəfər. 2 səhifə əvvəlində deyir, Cəfər Benqaldan, Sadiq də Dəkəndən. Dinin ləkəsi, dünyanın ləkəsi, vətənin ləkəsi. Benqallı Cəfəri və Dəkənli Sadiqi nəzərdə tutur. Məyər İmam Cəfər Sadiq əleyhissalam Benqallı və ya Dəkənli idi? Sonradan biz tarixi araşdırma apardıq. Kitabı oxuyub, amma bilməlidir ki, yaxşı bu Cəfər kimdir, Sadiq kimdir? Baxın mənim əzizlərim, alimin üslubu belə olmalıdır. Sadəcə hardansa hansısa bir ağadan nəsə eşidib və yaxud da ki, kimsə kiməsə yuxu danışıb, kimsə hətta etibar etdiyi adam belə danışıb. Yox, baxın, ədalətli bir insan məsələnin dərindən necə gedər? Birinci mütəxəssisdən soruşdu, sonra kitabdan oxudu. Bəs eləmədi, indi tarixi barədə araşdırma aparır ki, bu Cəfər Sadiq kimdir? İqbal neyi nəzərdə tutub? Sonradan biz tarixi araşdırma apardıq, məlum oldu ki, ingilislər gəlib Hindistanı işğal etdikdən sonra Şiə olan 2 İslam sərkərdəsi, biri Siracəddin, biri də Tipu Sultan Şimali Hindistanda bu 2 böyük qəhrəman qiyam qaldırdılar və İqbal bu 2 Şiə qəhrəmanı yüksək səviyyədə tərifləyir. İngilislər Siracəddinin idarəsində Cəfəri tapdılar, onunla əlbir oldular. O həm oğrunun şəriki oldu, həm də karvanın yoldaşı. Tipu Sultanın idarəsində isə Sadiqi ələ aldılar, o da oğrunun şəriki və karvanın yoldaşı oldu. Bu ikisi gəlib arxadan xəncərlədilər və nəticə oldu ki, İngilislər 300 illik müstəmləkələrini Hindistanda hakim etdilər. Nəticə belə olub ki, Siracəddin və Tipu Sultan Şiələrin yanında möhtərəmdilər, çünki həm Şiədirlər, həm də qəhrəman. Əhl-i Sünnənin yanında da möhtərəmdilər, çünki İslam qəhrəmanlarıdır. Hinduistlərin də yanında möhtərəmdilər, çünki milli qəhrəmandılar. Lakin o 2 nəfər isə
yəni Cəfər və Sadiq. Hindistan və Pakistanın şiəsi, sünnisi və hindusu yanında xain, məzəmmət olunmuş, nifrət edilən və xəyanət simvoludular. Məsələ bitdimi? Haqq aydın oldu mu? Aha, nə danışırsınız? Hələ də həmin xatirə məclisinin keçirilməsindən 3 ay keçməsinə baxmayaraq, bəlkə də hər gün mən bu sualla qarşılaşıram. Ağa, şeirlərini İmam Hüseynin tərifini oxuduğunuz bu şəxs nə üçün İmam Cəfər Sadiqə söyüş söyüb? Allahu Əkbər. Fəlakətə baxın mənim əzizlərim. Görün daha fəlakət olanı nədir? Murtəza Mütəhhəri yazıb. İndi qeyri-İslam məclislərində gülüş hədəfinə çevrilən və mənim əzab çəkdiyim məqam budur ki, bu əhvalat qeyri-İslam dairələrində əks olunub. Deyirlər ki, Pakistanlı İqbal, Bengallı Cəfəri və Dəkənli Sadiqi hicv edib, yəni pisləyib. Müsəlmanlar da harada əyləşirlərsə deyirlər İqbal İmam Cəfər Sadiqə söyüş söyüb. Müsəlmanların ağlına baxın. Onda biz bu qeyri-İslam dairələrinin qarşısında xəcalət çəkirik ki, görək müsəlmanlarımızın düşüncə səviyyəsi nə qədər aşağıdır. Deməli, qeyri-İslami cəmiyyətlər, yəni müsəlman deyirlər, savadlı adamlardılar, məsələyə hali olan adamlardılar. Bunlar bilirlər ki, İqbalın məqsədi həmin o qeyd etdiyimiz o Cəfərdir, Sadiqdir, xəyanət edən adamlardır. Amma müsəlmanlar isə inadla dayanıblar və qayıdıb deyirlər ki, yox, İmam Cəfər Sadiq əleyhissalamı təhqir edib. Və bunu da deyirlər, gülürlər, bu müsəlmanları ələ salırlar. Siz məsələnin nə qədər belə tragikomediya, belə qara yumor, nə bilim nə olduğunu görürsünüz. Allahu Əkbər. Daha bəlasına baxın, Şəhid Murtəza Mütəhhir qeyd edir, deyir, yazır ki, Muaviyyə əleyhissalamın elçisi Şamda olduğu zaman ki, günlərdən çərşənbə, yəni 3-cü gün idi, Muaviyyə dedi, cümə namazını elan edin. Cümə namazının elan olunmasını əmr etdilər və çərşənbə günü cümə namazını qıldırdılar. Təsəvvür edirsiniz, 3-cü gün, 5-ci gün, yəni cümə günü qılınan namazı 3-cü gün qıldırdılar. Heç kəs ona etiraz etmədi. Muaviyyə gizlində Əli əleyhissalamın nümayəndəsini çağırıb dedi, get Əliyə de ki, mən sənin üstünə elə 100.000 qılınc vuran əskərlə gəlirəm ki, çərşənbəni cümədən ayırt edə bilməzlər. Əliyə de ki, öz işinin hesabını bilsin. Gördünüz mənim əzizlərim, gördünüz? Görün, İslam cəmiyyətində nə qədər belə şeylər var. Adamın üzünə durub, qayıdıb deyirlər ki, bu belədir, bu elədir. Deyirsən ki, qardaşım, harada belə şey deyilib? Qayıdıb deyir, sözündən belə çıxır da. Hacı filan kəs dedi, filan kəsdən eşitdim, yox sən filan şey edinmişsən, sonra silmisən, yoxsa filan şeyi eləmisən. Görürsünüz indi mənim əzizlərim, hədis ədəbiyyatı indi nə qədər çək-çevirə çevrilib, nə qədər bizim məclislərimizdə təsəvvür edin ki, ağsaqqal, günahdan filandan çəkinən bir alimdir ki, mən bunu gələcəkdə mən oxuyacağım sübutları ilə ki, nə qədər təhriflərin yayılmasında məhz samballı, belə təqvalı, belə mömin, ağsaqqal kişilər olub. Yayıblar xurafatı, göpalogiyanı, Allahın heç bir sultan dəlil nazil etmədiyi şeyi cəmaata məsləhət biliblər ki, yox, cəmaat qoy, bu cürdə eləsinlər. Bu sadə adam da ki, gəlib bunu qulaq asıb deyir, ağa belə deyirsə, deməli bu düzdür. Siz özünüz bilirsiniz, mən gənc vaxtımda nə qədər belə, məsələn, hacılardan, belə mübhəm, egzotik, mən bilmirəm nə bu maraqdır ki, egzotik rəvayətlər danışılsın. Mən özüm eşidirdim, gedib bir iki yerdə danışırdım. Məni gülüb məsxərəyə qoyurdular ki, abi sən nə danışırsan? Bu harda yazılıb? Mən də inciyirdim ki, necə yəni ya, hacı filan kəs deyib, sən şək edirsən, yox bu məsələ belədir filandır. Zaman gəldi, keçdi, gördüm ki, məni qınayan adamlar düz deyiblər. Araşdırmışam, oxumuşam, görmüşəm ki, bala bu, ay qardaşım, bu heç belə bir şey yoxdur. Bu adam özündən bunu deyib, ya kimdənsə eşidib, hansı alimdən, ya kimsə yuxuda görüb, ya nə. Axırı ki, bunun bir güclü əsası şeyləri yoxdur. Vay Allah bizi həmin o müsəlmanların şərrindən, məkrindən amanda saxlasın. Xüsusilə o adamların ki, düz etdiklərini düşünürlər və onlar əslində Allah yolunda nəsə etməyə çalışıb, zülmlə mübarizə etdiklərini düşünürlər, halbuki özləri də nəticədə qarşı tərəfə zülm edirlər. Allah bən aparım.